toplumun ən çətin anatomik bir yerləşim yeridir. Burada olan xəstəliklərin istər həm terapevtik müalicəsi, eyni zamanda cərrahi müalicəsi çox mürəkkəblik təşkil edir. Əsasən də cərrahi müalicəsi çox mürəkkəblik təşkil edir. İndiyə qədər Azərbaycanda belə bir rəsmi ictimai birlik yox idi. Bu ictimai birliyi təqribən bir il olmadı, təqribən 10 ayda biz yaratdıq. Eyni zamanda bizim bir geniş idarə heyətimiz var, üzvlərimiz var və bu yola başladıq. Və bu yola başlayanda birinci bizim məqsədimiz nə idi? Bu məqsəd bu cəmiyyətin bir Azərbaycanın bir faydası olsun. Yəni bir həkimlərin olsun və yaxud da ki, rezidentlər, tələbələr, bunlara bir faydası olsun. Bunu eləmək üçün ilk düşündüyümüz məqsəd nə idi ki, bölgələrdəki səhiyyəni izlətmək, oralara bir tövsiyə vermək. Onun üçün ilk başlanğıcda biz periferiyadan, yəni bölgələrdən başladıq. Bölgə xəstəxanaları olsun, oradakı həkimlərlə işbirliyi olsun, bu şəkildə başladıq. Bütün idarə heyəti bu tədbirin keçirilməsi üçün ilgi oldu və bu tədbirləri biz mütəmadi olaraq keçirməyə başladıq. Artıq ən son 5-ci regional toplantımızı keçirdik, yəni yüksək iştirak ilə keçirdik, eyni zamanda xaricdən mütəxəssisləri dəvət edərək bu şəkildə toplantımızı gerçəkləşdirdik. Həqiqətən də bir faydası oldu, çünki toplantımızın əsas məqsədi hər bir nazologiyanı tək ələ alıb o üzərində çalışmaq oldu. Yəni, bu şəkildə də davam elədik və bundan sonra da bu şəkildə bu ünvanla işimizi davam etdirməyi planlaşdırmışıq. Ümumiyyətlə, qaraciyər nədir? Qaraciyər insan orqanizmdə belə bir deyim var ki, çox laboratoriyadır və yaxud da ki, hansı bir böyük bir funksiyon həqiqətən elədir. Qaraciyər sakit işləyən bir laboratoriyadır. Yəni, əslində bunun, məsələn, ürəyi hər zaman biz ön plana çıxardık. Ürək işləyir, beyin işləyir. Ancaq qaraciyər çox sakit, hər şeyi idarə edən bir orqandır. Qaraciyərdə olan problemi, ümumiyyətlə, cərrahlarımız da, həkimlərimiz də bilir, heç zaman birbaşa üzə vermir, bir müddət sonra üzə verir. Çünki qaraciyərdə olan hər hansı bir problem digər xəstəliklər kimi deyil. Məsələn, ürəkdə bir problem olanda ağrı olur, ürəkdə daş düşürəndə nəsə problem olur. Ancaq qaraciyər elə orqandır ki, burada olan proses sakit gedir. Sakit gedir və ən son hala gəldikdən sonra artıq bu işi daha da çətinləşir, onun müalicəsi. Və buna görə də qaraciyəri bizim əsas sosial layihəmizin məqsədi nə oldu ki, sağlam qaraciyər, sağlam həyat demək. Həqiqətən də biz qaraciyərimizi qorumasaq, qaraciyərimizi üzərinə düşməsək, biz gələcəkdə bu qaraciyərdə olan problemlərin bütün orqanizmdə təzahürünü görürük. Ona görə də bizim sosial layihəmizin məqsədi bu oldu. Ona görə də biz bu layihə üzərindən öz fikirlərimizi xalqa, eyni zamanda həkimlərimizə, istər tələbələrimizə, rezidentlərə çatdırmağı ön plana qoyduq. Ümumiyyətlə, belə bir şey var ki, ümumiyyətlə, bizim bu Azərbaycanımızın hal-hazırda bu səviyyədə olması, bu uğurların əldə edilməsi, dünən də görürüz ki, Qarabağ komandasının Benfica üzərindəki qələbəsi həqiqətən bir sevindirici alır. Çünki bizim Azərbaycanlı olaraq bir qürur hissi keçirdik. Təbii ki, bunlar hamısı bir zincirvari reaksiyadır. Yəni, bu Qarabağın bu komanda şəklində olması indiyə qədər olmamışdır. Çünki bu, hər bir Azərbaycan vətəndaşının başqa ali baş komandan olmaq üzrə bütün Azərbaycan insanının vətən olan sevgisi, vətən olan məhəbbətidir ki, bunun sayəsində biz nailiyyətləri əldə edirik. Torpalarımızın azad olması, şəhidlərimizin ruhu, yəni bütün qazilərimizə hamısı əməyi, bunlar hamısı bizi bu saat irəli götürür. Mən həqiqətən də bugün eyni zamanda dünənki hadisəyə görə çox sevinirəm və gələcək Azərbaycanımızın işıqlı gələcəyini də həqiqətən görürük. Çünki bu işi görən vətən sevgisi, torpaq sevgisi olan insanlar var ki, bu işi Azərbaycanı irəli götürəcək. Və gənclərə də, həkim rezidentlərə də hər zaman çalışıb fədakar olmağa, birinci növbədə fədakarlıq, ikinci növbədə hər şey olacaq. Yəni, fədakarlıq olduqdan sonra, biz sənəti öyrəndikdən sonra hər şeyi əldə edəcəksiniz. Bunu mən sizə rahatlıqla deyə bilərəm. Hər kəsə təşəkkür edirəm gəldiyiniz üçün və toplantımızın növbəti etapına keçəcəyik. Çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirik, Eldar doktor. Eldar doktor çıxışında da səsləndirdiyi kimi İctimai Birlik yeni yanandırma, 7-8 aydır yanandırma baxmayaraq artıq 5-ci bölgə toplantı
toplantısı həyata keçirilir. Eyni zamanda bu toplantılardan və İctimai Birliyin fəaliyyətindən həsr olunan sosial sərf hazırlanıb 5-6 dəqiqəlik təqdimatı. Həmin sosial sərfi indi sizə təqdim edilir. Qaraciyər, öd yolları və mədə-altı bəzli xəstəlikləri, hansı ki, cərrahi xəstəlikləri, bunların müalicəsindəki olan protokolları və bizim təcrübələrimiz, dünya praktikasına olan qarşılaşdırmamız, yəni bu cəmiyyət vasitəsilə təbii ki, olunur. Cəmiyyətin əsas meyarlarından Yəni, Eldar doktora bütün həyatını da, bütün sevincini də, yaşamağını da borçlayan, çünki məni həyata döndürən, o ölümü görən bir insanı həyatda bugün yaşamaq. Qaraciyər transplantasiya ikinci şans, gözləmə siyahısına yazılmaq üçün etməliyəm. Qaraciyərin funksiyası pozulduqda insanın həyatının ritmi dəyişir, gündəlik sadə fəaliyyətlər belə çətinləşir, zəhərli maddələr bədəndə toplanır, immun sistemi zəifləyir, həzm sistemi pozulur, xroniki yorğunluq və qarına maye toplanır. Ümumiyyətlə, bütün həyat keyfiyyəti aşağı düşür xəstənin. Qaraciyər çatışmazlığı ilə yaşamaq bir çox fiziki və emosional məhdudiyyətlərə səbəb olur. Bu xəstələrin həyatı adətən xəstəliyi ilə mübarizə şəklində davam edir. Transplantasiya olmuş bir xəstə ilə qaraciyər çatışmazlığına nəzir çəkən xəstənin arasında çox ciddi, kəskin fərqlər vardır. Bu fərqlər təkcə tibbi deyil, həm də psixoloji, sosial və emosional səviyyədə özünü göstərir. Qaraciyər köçürülməsi xüsusilə son mərhələ qaraciyər çatışmazlığı zamanı yeganə can qurtaran, həyat qurtaran çıxış yolu olur. Transplantasiyadan sonra xəstənin həyatı köklü şəkildə dəyişir. Fiziki sağlamlıq bərpa olunur, yorğunluq, sarılıq və digər simptomlar aradan qalxır, enerji və güc bərpa olunur. Xəstələr əvvəlki məhdudiyyətlərdən azad olur və artıq normal qidalanmağa başlayırlar. Qaraciyər transplantasiya zamanı donordan qaraciyərin müəyyən bir hissəsi götürülür. Bu canlı və meyit donor olmağından asılı olaraq dəyişir. Canlı donorda böyüklər üçün qaraciyərin sağ payı, uşaq xəstədə isə sol payı götürülür. Meyitdə isə adətən bütöv qaraciyər götürülüb xəstəyə köçürülür, amma nadir hallarda gözləmə siyahısında uşaq da varsa, həmin o meyitin bütün qaraciyər iki hissəyə bölünür. Böyük hissəsi yetkin qaraciyər çatışmazlığı yaşayan şəxsə, kiçik hissəsi də uşaq xəstəyə köçürülür. Və qaraciyər insan bədənində yeganə böyüyə bilən, özünü bərpa edən yeganə orqan olduğu üçün bu transplantasiya imkan verir. Əməliyyatdan sonra bədən qaraciyəri rədd etməsin deyə ümumi dərmanlardan istifadə edir. İmmunitet zəiflədiyi üçün biraz xəstəliklərə qarşı daha diqqətli olmaq lazımdır. Və transplantasiyadan sonra ailənin dəstəyi və sosial çevrənin anlayışı bərpa prosesində çox mühüm rol oynayır. Sağlam qidalanmaq, alkoqoldan istifadə etməmək, siqaret, düzgün yuxu, bunlar hamısı köçürülən qaraciyərin həyatına təsir edir. Sağlam qaraciyər sağlam həyat deməkdir. Bu şüar bizə xatırlanır ki, qaraciyər sadəcə bir orqan deyil, o həyat keyfiyyətimizin və uzun ömürlülüyümüzün açarıdır. Bu, anadan gəlmə öd yolları problemi, anomaliyası yaşayan iki qardaşlı ikisini də qaraciyər köçürülür. Biri sol tərəfdə əməliyyatdan öncəki vəziyyətləridir, qarınlarında da maye var, görüşü çətindir uşaq üçün. Sağ tərəfdə də əməliyyatdan bir 6 il sonra artıq normal, boyları da böyük, inkişafları da normal edib, həyatlarına da normal devam edirlər. Her zaman danışan dil ondan hakkama karama karamanca karama Salamlayıram hər kəsi, Ümid Tariyev Xəqani. 2019-cu ildən üzvləri qaraciyər serozundan əziyyət çəkirdim və nəhayət 2024-cü ildə may ayının 8-də mənə qaraciyər köçürüldü. Şükür Allah'ın bu gününə yenə də öz işimin başındayam, öz pedaqoji fəaliyyətimlə məşğulam. Səfərlərə gedirəm, qastrollara gedirəm. Əvvəlki həyatımla və indiki həyatım arasında çox böyük fərq vardı. Əvvəlki həyatda necə olurdum, yuxu aparırdı, mən halsız olurdum. Heç bir işə marağım olmurdu, həddindən artıq yorğun, halsız. Əvvəlkinə baxanda indiki halım yerlə göy arasında çox böyük fərq vardı. İşimin başındayam, həvəslə işimin arxasıca gedirəm, səhnələrdəyəm. Orqan köçürülməsinin insan üçün çox böyük bir əhəmiyyəti vardır. Əgər kimsə öz orqanını
orqan çatışmazlığına əziyyət çəkən xəstəyə hədiyyə edirsə, əlbəttə ki, bunun həm Allah qatında, həm də insanlıq qatında çox böyük bir savabı var. Allahdan bütün xəstələrə şəfa diləyirəm, tezliklə onlara sağlam həyatlarına qayıtmağını arzu edirəm. Salamat qalın, sağlıqla qalın. Buna görə artıq ölkəmizdə meyitdən orqan köçürülmə prosesi başlayır. Bu səbəbdən hər kəs orqanlarını sağlığında bağışlamalıdır ki, dünyasını dəyişəndən sonra beyin ölümü keçirən, əgər dünyasını dəyişibsə, onun orqanları donor olmayan xəstələrə köçürülsün. Burada 2 qaraciyər köçürülən oğlan var, yəni həyatları necə normal şəkildə davam edir, əməliyyatdan bir il sonraki vaxtlardır. Zaman keçdikcə, müddət keçdikcə artıq insanlar tamamilə bərpa olur, normal həyat fəaliyyətlərində davam edirlər. Orqan çatışmazlığının əziyyət çəkimi isə çox çətindir. Bu da bir xəstəmizdə əməliyyatdan öncəki vəziyyətinə baxar. Salam, mən Əhmədov Ramazan Əsərovdan. Mən 10 ildir diyaliz xəstəsiyəm. Hal-hazırda həftə düşdürən olmalar diyaliz edir. Hal-hazırda məndə qaraciyər sirrozu bilgilərində problem yaşamışam. Diyaliz odur ki, həftələrlə diyaliz edirəm deyə bədənimiz orqana fəaliyyəti dəyişir. Hal-hazırda sümgərilməsi bizə paraforla mənəcəkdir. Qara İskəndəroğlu 4 ildir qaraciyər çatışmazlığından əziyyət çəkirəm. Doğumlarım var idi. 3 nəfər, 7 nəfər ki, birini damar sayılımın gəlmədi, qaraciyərlə problem oldu, yağlılıq olduğuna görə verə bilmədilər. Bir də düşmüşdür son momentdə atkaz dillərdi, qorxdu. Mənim də yəni ki, qışlarım ağrıyır, bir yataş pozunluğu olur. Qaşınmam çoxdur. Qida borusunda qanaxmalarım oldu. Hapsarlarımda. Mən də istəyirəm ki, yeni olmasın. Normal insanlar kimi yaşamaq istəyirəm aləmdə. Mən də istəyirəm ki, hamını dəvət edirəm, orqanlarını böyükdən sonra bağışlasınlar. Mən özümdə bağışlamışam orqanlarını böyükdən sonra. Burada gördüyünüz kimi insan nə qədər üzgün, nə qədər xəstə bilir ki, orqan köçürülməsi bir gün dünyasını dəyişə bilər. Həqiqətən də sağlam qaraciyər, sağlam həyat deməkdir. Yenə deyirəm, yaxınları orqan çatışmazlığından əziyyət çəkənlər donor olmaqdan qorxmasınlar. Canlı donordan danışıram. İnsanlara da çəkinirlər. Hər hansı bir mərkəzə yaxınlaşıb məlumat alsınlar donorluq haqqında. Onlar da canlarından pay versinlər, həm yaşasınlar, həm yaşatsınlar. Həm də beyin ölümü keçirəndən sonra orqanları bağışlamaq üçün hamımız müraciət edəməliyik. Çünki bu bir gün bizim qapımızı döyə bilər. Bugün bəlkə bizim heç birimizin burada oturan birinin orqana ehtiyacı yoxdur, amma bir 3 il, 5 il, 10 il sonra bir yaxınının bir ehtiyacı olanda o insan həqiqətən görür ki, o necə ciddi, əhəmiyyətli bir şeydir. Bir dənə bir nəfər onu da göstərmişəm. Düz 6 il əvvəl mənə qaraciyərin transplantasiyası, yəni qaraciyər köçürülməsi əməliyyatı icra olunub və mənə canlıdan başqa bir şəxsdən, donor olan şəxsdən qaraciyər köçürülməklə mən elə bil ki, ikinci həyata qədəm qoymuşum öz həyatımda. Ümumiyyətlə, qaraciyərin öz funksiyasının pozulması, yəni qərarına gəlməsi çox çətin bir prosesdir. Ona görə də mən hesab edirəm ki, həqiqətən həmin insanlar qəhrəman insanlardır. Amma təsəvvür edin ki, biz donor tapa bilməsəydik, nə olardı? Bugün mən öz həyatımı, nəinki həyatımı, işimi və s. davam etdirə bilməzdim. Bugün mən uğurlu vəkillik fəaliyyətimdən
fəaliyyətimi davam etdirirəm və bunda yenə də donoruma və ilk əlbəttə ki, Allaha, sonra donorumuza minnətdarıq ki, bizə bu imkanları bəxş edib. Amma yüzlərlə insan var ki, donor tapmaqda çətinlik çəkir. Söz verilir diyetolog Doktor Gülnar Abdullayevə və mövzu qaraciyərin qorunmasında qidalanmanın rolu. Hörmətli konferans iştirakçıları, hamınızı salamlayıram. Bunlar arzu edirəm və bu konferansda mənə yer verdiyiniz üçün sizə təşəkkür edirəm. Bugün sizə qaraciyərin qorunmasında qidalanmanın rolu haqqında qaraciyər orqanizmdə ən böyük bəzi orqanlardan biridir. Onun arasındakı alerji ekstriklərdən bir tonları iştirakına qədər ola bilir. Qaraciyər bir sıra funksiyalar orqanizmdə yerinə yetirir. Ona görə orqanizmin qaraciyər hər hansısa bir işində baş verən hekimlərdə laboratoriyadır. O, yağların əsas həzm olunması üçün vacib olan öt istehsal edilir. Gün ərzində 1 litrə yaxın öt hasil olunur ki, bu da qaraciyərin alt hissəsində yerləşən öt hissəsində toplanır və oradan da lazım gəldikcə, həzm sistemində istifadə olunur. Qaraciyər həmçinin qanda artıq miqdarda olan ülkənin yüksək dərəcədə özünü davamlığa malik bir orqandır və özünü qeydələrdən bərpa edə bilən həmçinin orqandır. Qaraciyər xəstəliklərindən dedikdə, qaraciyərin peylənməsi, hepatitlər, ABCD, qaraciyərin sirrozu və qaraciyərin altında şişləri, o da boş və bərk olaraq bölünür. Hər bir insan öz qaraciyərini qorumaq üçün ilk növbədə öz həyat tərzində dəyişikliklər etməlidir. Mütləq suqa ərzində maye qəbul olunmalıdır. Hər kiloqram çəkiyə 30 ml miqdarında maye qəbul olunmalı. Mayələr yeməkdən mütləq 30 dəqiqə əvvəl və yaxud yeməkdən varsa 40 dəqiqə sonra qəbul etmək lazımdır. Fiziki aktivlik mütləq şərtdir. Hər gün 10 min addım və yaxud hər gün qaraciyərə təsir edən bir faktordur. Burada hər gün hər bir insan çalışın ki, 22:00-dan yuxuda olasınız. Çünki bu dönəmdə organizmanın əsas sintez olunan dönəmidir. Bu da maddələr müharibəsində çox böyük rol vardır. Bir də yatmazdan mütləq 2 saat öncə bütün yeyib içməklər bitməlidir. Onu nəzərə alasınız. Artıq çəki, bu da qaraciyərə mənfi təsir göstərir. Ona görə də artıq çəkli insanlar bacarsınlar ki, artıq çəkilərini atsınlar. Düzgün qidalanma da qaraciyərin sağlamlığını qoruyaraq, onun funksiyalarını həmçinin stimullaşdırır. Qaraciyərə zərərli olan bir sıra vərdişlər, vasitələr, bir sıra qidalar vardır. Bu vərdişlərdən əsas, dərmanlardan su istifadə etmək. Məsələn, insanlar var ki, adi bir başı ağrıyır, bir dəqiqə ağrı kesici içir və yaxud qızdırma 37 qalxır, adi məsələn qızdırma salcılardan istifadə edilir, yaxud öskürən halda antibiotik qəbul edilir. Bunlar hamısı qaraciyərə çox zədələyici təsir göstərir. Ona görə bacardığınız qədər dərmanlardan az istifadə edilir. Siqaret çəkmək, ağciyər əsas ürək damar tənəffüs sistemində təsir göstərilməyinə baxmayaraq, siqaret çəkmək həmçinin o da qaraciyər zədələyib gələn ondan toksinlər, hətta orada sərbəst radikalların əmələ gəlməsinə stimullaşdırır. Alkoqol qəbulu, alkoqol qaraciyər üçün ən zərərli bir qida məhsulu hesab olunur. O, qaraciyərin hətta fibrozdan siroza qədər gedib çıxmasına gətirib çıxara bilir. Bundan başqa ağır metallar qaraciyərə çox zərərli təsirlər göstərir. Bunlardan arsenik, civər, qurquşun, kadmium, alüminium, bu əkinçilikdə istifadə olunan gübrələrdir, pestisitlər, herbisidlər, sonra cızılmış, zədələnmiş teflon tavalar, mətbəxdə istifadə etdiyimiz yucu vasitələr, kosmetik vasitələr, bunlardan istifadə edirsiniz. Sonra yüksək glisemiq indeksə malik olan qidalardan bunlar da qaraciyərə təsir göstərir. Ona görə onlardan qida rasionunda az miqdarda istifadə edilir. Bunlar məsələn düyüdür, kartofdur, məsələn ağ unlanmaqlardır, makarondur, ağ çörəkdir. Sonra çox şipşirin meyvələrdir, şəkər şirniyyatlar, konfet, pirojlar, piçono, bunlar da həmçinin qaraciyərə zədələyici təsir göstərir. Ümumi doymuş yağların qəbulunun azaldılması
hansı? Heyvani yağlar, trans yağlar, bunlarda pəhrizdə olmazsa sağlam yağlardan, məsələn, zeytun yağıdır, kokos yağıdır, kətan yağıdır, avokado, yağlı toxumlardır, məsələn, badamdır, araxisdir, sonra orantuludur, sonra balıq yağıdır. Bunlar yəni qaraciyər üçün daha faydalı yağlar hesab olunur. Bütün konserv və ət məhsulları, istəyir ət və yaxud tərəvəz məhsulları, bunlar ziyanlıdır qaraciyər üçün. Sonra fast food qidalar, şirin, qazlı şirin içkilər, müxtəlif hazır soslardır, məsələn, ketçupdur, mayonezdir, bunlar çox yağ oranı yüksəkdir. İşlənmiş, pisə verilmiş ət məhsullarıdır, sosiska, kalbasa, onlarda da həmçinin çox tuzlu olur, sənaye baxımından çox işlənmiş olur, həmçinin də çox yağ oranı yüksək olur. Yağlı ətlərin tez-tez qəbulunu azaltmaq. Qoyun ətidir, domuz ətidir, qazdır, ördəkdir. Onların yağ tərkibi yüksək olduğuna görə bunlar pil hüceyrələri qaraciyərdə toplanır və qaraciyərin pilənməsinə gətirib çıxarır. Bundansa daha az yağlı ətlərdən toyuqdur, dərisiz halda, məsəl üçün hindi ətidir, yağsız dana ətidir, balıq ətlərindən üstünlük vermək operasyonda daha faydalıdır. Qızartmalar hamısı qadağan olunur, yəni ki, bunlar ziyandır. Yeməklər ən çox burada buxarda, suda və yaxud belə sobada bişirilmə məsləhət görülür. Sonra qida rasionundan soyuq içkiləri, soyuq yeməklər, yəni çıxarılma məsləhət görülür. Sutkalıq tuzun miqdarı 5 qramdan artıq olmamalıdır. Sonra ağ undan hazırlanmış, məsələn, çörəkdir, makarondur, bunların yerinə tam buğda unundan hazırlanmış və yaxud çoldar unundan hazırlanmış, məsələn, çörəklərdən və yaxud makaron çeşidlərdən istifadə etmək daha məsləhətdir. Yeməklər fasiləli şəkildə 3 ana yemək və 3 ara yemək şəklində qəbul olunması daha faydalıdır. Mən burada bir sıra şəkildə gördüyünüz qaraciyər üçün faydalı olan qidalar var. Bu qidalar xüsusən də qaraciyərin ən çox toksinlərdən təmizlənməsində faydalı olan qidalardır. Mən onları qeyd edilmişəm. İndi hər biri haqqında məlumat verim. Sarımsaq tərkibində çoxlu pütür birləşmələri vardır ki, bunlar da qaraciyərin filtrlərini aktivləşdirir. Ondan başqa qaraciyərin sarımsağın tərkibində alisin maddəsi vardır. Onlar da həmçinin qaraciyəri bölünməkdə olur. Sonra bildiyimiz ədviyyat, sarkök, tərkibli krokumin maddəsi vardır. O da qaraciyərin regenerasiyasını, yəni ki, stimullaşdırır, təbii öd ifrazını da artırır və bədəndən toksinlərin çıxarılmasında rol görür. Yılıq su limondan ibarət olan bir içki qaraciyəri təmizləmək üçün çox bir faydalıdır. İstər mədə-bağırsaq problemi olmayan insanlar ac qarnına da yeməkdən yarım saat qabaq bir stəkan limonlu su içə bilərlər. Və yaxud gün ərzində də həmçinin bu da qaraciyərin toksinlərdən təmizlənməsində çox böyük rol var. Fermentləri də aktivləşdirir. Almanın tərkibində güclü flavonoidlər vardır ki, bunlar orqanizmdə iltihari prosesləri azaldır və orqanizmi tərkibində olan pektin maddəsi də orqanizmi qaraciyər xüsusunda zədələnmələrdən qoruyur. Çuğundur. Əgər qaraciyərinizi sağlam saxlamaq istəyirsinizsə, tez-tez bişmiş çuğundur deyin. Çuğundurun üstünə məsələn sarkök, istiot da səbəb edə bilərsiniz. Burada həmçinin sarkökün təsirində istiot səpməklə sarkökün təsirində artırmış olacaq. Çuğundur çox bir faydalı qidadır, həm qanı artırır, həm qaraciyərin hüceyrələrini yenilənməsini təşkil edir. Bundan başqa zədələnmələrdən də qorunur. Bildiyimiz ənginar tərkibində çoxlu antioksidanlar vardır, liflər vardır, mineral maddələr vardır. Onlar da həmçinin qaraciyərin öd ifrazını artırır. Tərkibində silmarin və sinarin vardır. Onlar da qaraciyərin regenerasiyasını artırır, funksiyalarını da yaxşılaşdırır. Avokado çox bir faydalı qidadır. Omega-3 yağları ilə zəngindir, tox tutur, yağlandırma xüsusiyyətinə malikdir və xüsusən də qaraciyəri galaktozamin ilə zədələnməkdən qoruyur. Bu alaqanqal bitkisidir. Alaqanqal bitkisinin həm toxumundan, həm yağından, həm də onun gövdəsindən istifadə olunur. Bu bitkinin tərkibində, xüsusən yaz aylarında rayon yollarında çox olur, onun gövdəsi soyularaq yeyilir. Tərkibində zulallar, B, Y, D, K vitaminləri, flavonoidlər, magnezium, kalium, mangan, kalsium, bir sıra o makro və mikroelementlərlə zəngindir. O qaraciyər və öd yolları xəstəliklərinin iltihabını azaldır, öd daşı xəstəliyinin qarşısını alır. Bundan başqa onun burada həmçinin qanda lipid mübarizəsini də sürətləndirir, xolesterin, trigliseritlərin də miqdarını azaldır. Hətta
Kəraviz qaraciyərin təmizlənməsində çox böyük rol var. O detoks tərəvəzlərdən biridir. O qaraciyərin hüceyrələrini yeniləməsində iştirak edir, maddələrin mübadiləsini sürətləndirir, artıq çəkidən hətta azad olmağa belə yardım edir. Və bu meyvələr, xüsusən də vitamin C ilə zəngin olan qidalar, sitrus meyvələri, biber, çiyələk, bunlar ən çox vitamin C ilə zəngin olan qidalardır. Onlar da immuniteti gücləndirir, maddələrin mübadiləsini sürətləndirir, qaraciyərin sağlamlığını qoruyur, sərbəst radikallardan təmizləyir, həmçinin qaraciyərin sağlam qalmasına kömək edir. Mən burada sizə bir öz şəxsi praktikamdan bir şey görüşmək istəyirəm. Pasiyentin 32 yaşlı kişidir. Ezofageal reflü şikayəti ilə vardı. Xəstədə qaraciyər sınaqları və lipid spektrinin nəticələri bir qədər normadan yüksək idi. Hüseyn uzun ailəsində də ikinci dərəcəli piyələnmə müşahidə olunmuşdur. Burada bilməm şəkildən görürsünüz, orada alatda və digər qaraciyər sınaqlarında yüksəkliklər vardır və 6 aylıq pərhiz nəticəsində heç bir dərman qəbul etmədən ilk 3 ayda qaraciyər sınaqlarında normallaşmağa düşmüş. Həmçinin bu xəstəyə ezofageal reflünün qarşısını almaq üçün pərhiz tətbiq olunmuşdur. Bundan başqa da digər növbəti 3 ayda da artıq lipid spektrində da nəticələr normallaşmışdır. Hətta qarın israfı, yəni ki, piylərdə də azalma müşahidə olunmuşdur. Diqqətiniz üçün minnətdaram. Mən də 2 dəfə idi, yəni biraz güzel alırsınız. Teşekkür edilir. İngilizce söz verdi. İnfeksiyonist doktor Mədinə Abdullayevaya. Mövzu hepatit C. Ben de her birisi salamlayıram. Biraz daha yorucu olabilir. Hissesine geçtik. Hepatit, qaraciyər, sağlam qaraciyər, sağlam həyatdır dediler. Dünyada hepatit C'nin yayılımından baxdığımızda prevalans olarak müxtəlif dağılımı var və biz bu ölkələr içərisində orta prevalans səviyyəsinə görə göstərilir. 2-5% arasında. Məncə biz hətta yüksək prevalans səviyyəsindəyik. Sadəcə bizim statistik veri ötürməmiz kifayət qədər yaxşı olmadığı üçün bu rəqəmlər göstərilir. Afrika kimi, Asiya kimi bir çox ölkələrdə yüksək prevalans ölkələri var. 2030 Ümumdünya Səhiyyə Təşkilatının dünya ölkələrə qarşısında qoyduğu bir məqsəd var. Hepatit C-nin insidansını 80% azaltmaq, eyni zamanda xronik hepatit C-yə bağlı ölümü 65%-ə qədər azaltmaq, yoluxanların 90%-nə diaqnoz qoymaq və diaqnoz qoyduğumuz xəstələrin ən az 80%-də müalicənin başlanmasıdır. Və eyni zamanda 2033-ün artıq Dünya Səhiyyə Təşkilatı xronik hepatit C-nin, hepatit C enfeksiyonunun bir xalq sağlıq problemi olmasından çıxmasını hədəfləyir. Hepatit C necə yoluxar? Əsas olaraq qanla yoluxan bir enfeksiyondur. Özəlliklə doğru sterilizasiya edilməyən tibbi cihazların istifadəsi və ya doğru skrining edilməyən qan və qan məhsullarının köçürülməsi, ortaq inyeksiyon vasitələrinin istifadə edilməsi, digər yollardan enfektə anadan, yəni yoluxmuş anadan yoluxa bilər, bir də cinsel yoldan yoluxa bilər. İnkubasyon dövrünə baxdığımızda kifayət qədər uzun bir inkubasyon sürəsi var. 2 həftə ilə 6 ay arasındakı bir infeksiyon sürəsi var. Yoluxduğumuzda spontan sağalma 15-45% arasında dəyişməkdədir. Deməli, 55-85% yoluxduğumuzda xroniki hepatit C infeksiyonun gəlişmə ehtimali yüksəkdir. Və xroniki hepatit C-yə bağlı qaraciyər sirozunun əmələ gəlməsi 20 ildə 15%-dən 30%-ə qədər yüksəlməkdədir. Necə bilə bilərik, hepatit C-yə yoluxmuşuq, yoluxmamışıq? Yəni, çox zor bir süreçtir. Ne anlamda? Genel olarak 80% asemptomatikdir. Hiç xəbəriniz olmaz ki, hepatit C-yə yoluxmusunuz. Simptomatik olan vakalarda olar. Bunlarda temperaturun yüksəlməsidir, halsızlıqdır, iştahsızlıqdır, yorğunluqdur, qusmadır, sarılıq kimi əlamətlər ortaya çıxa bilər, tünc rəngdə sidikdir, nəcisin rəngində açılmadır. Bu kimi simptomlar görülə bilər. Zədələnməsi vücuda qaraciyərə verdiyi zədələnmə minimal histolojik dəyişikliklərdən
ileri dərəcə fibrozis, sirroz, HCC-yə qədər irəliyə bilən bir enfeksiyondur. Fibroz bu hepatotrofi virusların zədələnməsi zamanı qaraciyərdə ən çox qorxduğumuz bir prosesdir və fibroz üçün risk faktorlarına baxdığımızda yoluxma zamanı yaranan iltihabın səviyyəsi fibrozu irəlilədər. İləri yaşda yoluxma, eyni zamanda kişi cinsiyyət, orqan nakli olmaq, alkol istifadəsi, non-alkolik steatohepatoz, genotip 3 hepatit C ilə yoluxma, piylənmə, insulin dirənci və eyni zamanda digər hepatotrop viruslar, hepatit B kimi, eyni zamanda HIV infeksiyonu ilə eyni zamanda yoluxma, yəni koinfeksiyonun olması. Diaqnozu necə qoyurlar? Mütləq olaraq hər hansı bir xəstə riskli təması varmı və ya yox, hər hansı bir şübhəsi varmı və yoxlatdırmaq istəyirsə, ilkin olaraq baxmamız gerəkənsi hepatit C-yə qarşı hər hansı bir anticismi var. Bu anti-HCV dediyimiz, yəni antikorları, anticismləri göstərən testdir. Negativdirsə, hepatit C yoxdur, amma burada bir şey demək olar, pəncərə dönəmi olar, hələ antikor əmrə gəlməmişdir. Bunun üçün əgər riski yüksəkdirsə, bir müddət sonra təkrar bu anti-HCV-yə baxdırılması lazımdır. Pozitivdirsə, istifadə olunan anticism üçün olan testlərin səviyyəsi var. Yəni ki, irəli səviyyə testlər var. Gerçəkdən bunların həssaslığı, yəni 4-cü nəsil deyil anti-HCV testlər, həssaslığı 90%-in üzərindədir, 95-98%-ə gəlir. Yəni pozitivlik, gerçək bir pozitivliyi göstərir. Bundan sonra, amma bu hələ bizim hal-hazırda hepatit C xəstəsi olduğumuzu göstərməz. Burada artıq ayırmamız gerekir. Keçirib iyiləşmişikmi? Yoxsa artıq hal-hazırda xəstəyikmi? Bunun üçün artıq hepatit C-nin viral yükünə baxılması gerekir. HCV-RNA dediyimiz. Əgər HCV-RNA pozitivdirsə, bu artıq bir xəstədir. Yəni hepatit C aktiv bir vücudda fəaliyyət göstərir. HCV-RNA negativdirsə, anti-HCV pozitivdirsə, bu xəstə ya özü keçirib spontan olaraq vücudunu iyiləşdiribdir və ya hər hansı bir tədavi almış belə ola bilər. Kroniki hepatit C-də bizim müalicədə hədəfimiz nədir? Təbii ki, birinci hədəf infeksiyadan sağalmadır. İnfeksiyadan sağalmanı qalıcı virolojik cavab deyirik. Müalicə tamamlandıqdan sonra 12-ci və 24-cü həftədə HCV-RNA səviyyəsini görməmiz lazımdır. Müalicə bitdi, artıq bu xəstəyə bitdi işimiz deyil. Mütləq 12-ci, 24-cü həftədə HCV-RNA-nın negativlənməsini görməmiz lazımdır. Bu bizə qalıcı virolojik yanıt göstərir. Eyni zamanda müalicədə məqsəd qaraciyər fermentlərinin normallaşmasıdır, nekroinflamasyonun azaldılmasıdır, fibrozisdə yaxşılaşma, təbii ki, sirroz deyilsə xəstə və ya tamamilə düzəlməyə qədər gedə bilər. Eyni zamanda müalicə HCV riskini də ciddi dərəcədə azaldır. Müalicə öncəsi necə qiymətləndirməmiz lazımdır bu xəstələri? Mütləq olaraq digər hepatotrop viruslardan ən çox rast gəldiyimiz hepatit B və eyni zamanda HIV açısından mütləq olaraq tetkik etməmiz lazımdır. Alkolik, kardiyak, genetik, metabolik, hər hansı bir qaraciyər hastalığının olub-olmadığı renal funksiya dəyərləndirilir. Dərmana bağlı hər hansı bir hepatotoksiklik varmı? Eyni zamanda qaraciyər xəstəliyinin ağırlıq dərəcəsi dəyərləndirilməli və müalicə buna əsasən seçiləcək. Qaraciyərin dəyərləndirilməsi üçün təbii ki, altın standart biopsidir, qaraciyər biopsisidir, amma qaraciyər biopsisi bir invaziv girişim olduğu üçün hər hepatit C xəstəsini biopsiyə göndərmirik. Çünki təbii ki, komplikasyon riski də var və bunun non-invaziv testlərlə daha asanlıqla qaraciyərin funksionallığını və eyni zamanda zədələnmə səviyyəsini dəyərləndiririk. Burada məsələn fibroskanlərdir, aprotestlərdir, fibrotestlərdir, bir çox testlər var non-invaziv olaraq qaraciyərin zədələnməsini göstərmək üçün. Müalicə öncəsi qiymətləndirmə mütləq viral yükü, yəni hansı virus səviyyəsi ilə savaşdığımızı bilməmiz lazımdır. Eyni zamanda hansı hepatit C genotipi ilə savaşdığımızı bilməmiz lazımdır. İlaç buna görə seçilir. Genel olaraq ilaca dirənci, HCV dirəncini naif xəstə, yəni hiç tədavi almayan xəstələrdə başlanğıcda çox önərmirlər, bahalı test olduğu üçün. Sadəcə əgər S5A inhibitor istifadə edəcəksə, tədavi öncəsi mütləq dirəncini görməmiz lazımdır.
Müalicə etdiyimizdə mütləq yanaşı dərmanları bilməmiz lazımdır. Çünki hepatit dərmanları, anti-HCV istifadə olan dərmanların bir çox dərmanlardan etkiləşimi var və ola bilər ki, verdiyimiz dərmanın konsentrasiyasını azaldar və ya xəstənin kullandığı hər hansı bir dərmanda toksik səviyyə yüksəldir. Ona görə də mütləq olaraq dərmanların bir-birinə etkiləşimini nəzərə almamız lazımdır. Müalicə, kimləri müalicə eləməmiz lazımdır? 10 il bundan öncəsinə qədər müəyyən kriterlər var idi. Hepatit C pozitiv olsa da bu kriterlərə cavab verirsə müalicə edirdik. İndi amma HCV reniyası pozitiv olan bütün xəstələr müalicə olunmalıdır. Çünki məqsəd eyni zamanda həm o xəstəni qorumaq, eyni zamanda toplumun hepatit C-dən yoluxmasını azaltmaqdır, qarşısını almaqdır. Bütün naif, yəni tədavi almayan, uğursuz tədavi alan, eyni zamanda qaraciyər sirrozu olan sirroz dekompensə və kompensə olmasından asılı olmayaraq, ekstra hepatik zədələnmələri olan fərqlənmə, yəni bütün qrup transplantasiyaya gedəcək və ya transplantasiya olmuş fərqlənmə. Əgər HCV-reniya pozitivdirsə, tədavi alması lazımdır. Tədavi üçün bir çox ilaç qrupları var. Bunlardan ən çox, yəni artıq hepatit C-də çox iyi bir dönəmə gəlmişik.